Ağcabədi rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov oktyabrın 1-də Cəfərbəyli kəndində səyyar qəbul keçirib. Qəbulda bir sıra problemlər diqqətə çatdırılıb. Kənd sakini Seymur İsmailov müraciətində kənd avtomobil yolunun bərbad vəziyyətdə olduğunu bildirərək köməklik göstərilməsini xahiş edib. O, həmçinin kənd əhalisinin çoxluğunu, əmək haqlarının, təqaüdlərin alınmasında və kommunal xərclərin ödənişində çətinliklərin olduğunu bildirib, kənddə bankomat terminalının quraşdırılmasını xahiş edib. Rayon rəhbəri birinci məsələ ilə bağlı müvafiq izahat verib və kənd avtomobil yolunun təmiri ilə bağlı aidiyyəti üzrə məktub yazılması üçün rayon icra hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Toğrul Bünyatova tapşırıq verib. Məsələ ilə əlaqədar əlavə olaraq müvafiq tədbirlərin görülməsi üçün bələdiyyəyə müəyyən tövsiyələr olunub. Vətəndaşın qaldırdığı digər məsələ bankomat terminalının qoyulması ilə də bağlı icra başçısı qanunvericilik qaydalarını izah edib. Məsələ ilə bağlı Kapital Bank Açıq Səhmdar Cəmiyyətinin müvafiq filialına müraciət olunması üçün rayon icra hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinə tapşırıq verilib. Digər sakinlərin müraciətlərində isə kənd ərazisində sahibsiz itlərin çox və təhlükə mənbəyi olduğu, bu üzdən azyaşlı şagirdlərin məktəbə gedə bilmədiyi, su kanallarının təmizlənməməsi nəticəsində vətəndaşların istifadələrində olan pay torpaq sahələrinin suvarılmasında çətinliklərin olduğu, bələdiyyədən icarə qaydasında vətəndaşa torpaq sahəsinin ayrılması, bələdiyyənin örüş sahəsinin kənd sakinlərinin ümumi istifadəsinə qaytarılması, kənd tam orta məktəbində istilik sisteminin olmaması, kənd daxili yolun bərbad vəziyyətdə olması, məişət tullantıları üçün yer olmadığına görə kənd sakinləri tərəfindən tullantıların yol kənarına atılması, Cəfərbəyli Şənli kəndi arasında elektrik xətti ayrıcının qəzalı vəziyyətdə olması, bu üzdən işıqların tez-tez sönməsi və digər məsələlərlə bağlı problem və çətinliklər diqqətə çatdırılıb, lazımi köməklik göstərilməsi xahiş olunub. İcra başçısı hər bir məsələyə ayrı-ayrılıqda münasibət bildirib, həlli mümkün məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıq verib. Məhsəti Musa, Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.